Hər kəsə salam. Sizi yenidən öz YouTube kanalımda görməkdən şadam. Ümid edirəm ki, uğurlu, maraqlı və xoş bir gün keçirirsiniz. Bugün biz sizinlə yenidən yeni əsas mövzulardan birindən danışacağıq. Fransız dilinin 4 əsas feilinin ikisini müzakirə edəcəyik. Bunlara aiddir sizin bildiyiniz kimi être və avoir feilləri. Gəlin başlayaq. Être feili fransız dilində çox önəmli feildir. Gəlin belə bir example-la başlayaq. İngilis dilini öyrənərkən sizə hər zaman to be feilini öyrədirdilər. Çünki to be olmaq mənasını bildirirdi. Fransız dilində də olmaq mənasını, yəni to be feilini être feili əvəz edir. Être feilini biz hansı hallarda və nə zaman, nəyə, nə üçün istifadə etdiyimizdən danışarkən ilk öncə onu bilməliyik ki, sizin hazırki vəziyyətinizi və yaxud keçmişdəki və yaxud gələcəkdəki vəziyyətinizi, situasiyanızı bildirərkən être feili önəmli və əsas feil kimi istifadə olunacaq. Biz indi sizinlə yalnız indiki zamanı müzakirə etdiyimiz üçün sizə deyəcəyim bütün example-lar yalnız indiki zamana aid olacaq. Amma gələcəkdə də və keçmişdə də bu feili istifadə edə bilərsiniz. Milliyyətimizdən danışarkən biz être feilindən istifadə etmiş olacağıq. Məsələn, je suis azərbaycanaise, je suis française və yaxud il est algérien və yaxud elle est algérienne və s. D'accord? Bura aiddir milliyyətimiz. Daha sonra isə ailə vəziyyətinizi izah edərkən, məsələn, je suis mariée, je suis célibataire və yaxud il est séparé, il est divorcé və s. Bundan əlavə biz être feilini keçmiş zamanı düzəltmək üçün də istifadə edəcəyik. Buna görə də biz être feilini prezanda, yəni indiki zamanda çox yaxşı bilməliyik. Çünki əgər bu feili əzbərdən bilməsək, keçmiş zamanı düzəltmək bizə çox çətin olacaq. Feili niyə əzbərdən öyrənmənizi deyirəm? Çünki bu irregular verbdir, yəni qaydasız feildir. Qaydasız feildə olduğu üçün infinitiv forması être olsa da biz onu şəxsə görə dəyişəndə tamam başqa cür demiş oluruq. Məsələn, feilin özü être-dir. Amma şəxslərə görə dəyişərkən biz onu je suis, tu es, il, elle est, nous sommes, vous êtes, il, elle, son olaraq dəyişirik. Burada çox önəmli bir məqam var. Être feili, yəni yaşadığınız yeri, şəhəri, ölkəni və yaxud olduğunuz məkanı, məsələn, deyirsiniz ki, je suis chez moi, öz evimdəyəm. Je suis au café, restorandayam. Və yaxud hər hansı bir ərazidə, yerdə olduqda, je suis à l'université, universitetdəyəm və yaxud je suis au bureau, bürodayam dedikdə, siz être feilindən istifadə etmiş olacaqsınız. Olduğunuz məkanı deyək. Demək istəyirsiniz, düzdürmü? Bu zaman əgər istifadə etdiyiniz isim, yəni nom, maskulindirsə, o artiklini istifadə edəcəksiniz. İstifadə etdiyiniz isim feminəndirsə, a ilə qoyacaqsınız və yaxud istifadə etdiyiniz isim sahətlə başlayırsa, a l-apostrof, cəmdə olan isimdirsə, o, yəni sonu x-la bitən preposisionlar yerləşdirməli olacaqsınız. Bundan əlavə ölkələr üçün də mən Fransadayam. O zaman Fransa qadın cinsində olan ölkədir və bura qadın cinsinə aid olan sözünü qoymaq lazımdır. Qadın cinsində olan sözünlər ölkələr üçün an, kişi cinsində o və cəmdə olan ölkələr üçün, yəni Amerika Birləşmiş Ştatları kimi çoxlu ştatı, adaları olan ölkələr üçün biz o, axırı x-lə bitən və şəhərlər üçün a istifadə edirik. Je suis en allemand. Baxın, Azərbaycan kişi cinsində olan ölkədir, lakin burada da an qoyacağıq. Çünki Azərbaycan a, yəni sayətlə başlayan bir ölkədir. Bu səbəbdən də biz deyirik ki, il est en Azərbaycan. O, Azərbaycandadır. İlə, o, Portugal. Cəmdə olan ölkələrdə, məsələn, deyəcək tu es aux États-Unis. Tu es aux États-Unis. Və şəhərlərdə isə a qoymuş oluruq. Məsələn, nous sommes à Paris. Biz Parisdəyik. Yaxşı, sual çıxır buradan da. Görürsünüz, dərsi gətirir və dərsdən suallar çıxardır. Kişi və qadın cinsində olan ölkələri necə təyin etmək olar? Qadın cinsində olan ölkələr E hərfinə, yəni fransız dilində Ö hərfinə, Azərbaycan dilində E hərfinə bitmiş olan ölkələrdir. Lakin Meksik
Yəni Meksika istisna olan ölkədir. Okay? Meksika kişi cinsidir. Bu sizinlə danışacağımız etir feilidir. Etir feilini qısa və əsas hissələrini izah etmiş şəkildə sizə təqdim etdim. İndi isə biz avoir feilindən danışırıq. Avoir feili fransız dilində ən əsas feillərdən biridir. Və burada da etir feili kimi mövzunu çıxardacaq. Çünki avoir feilindən danışarkən biz həm də article and definidən danışmalıyıq. Yəni qeyri-müəyyən artikellərdən. Ümumiyyətlə artikellər böyük bir mövzudur və mən sizlə artikelləri ayrı bir videoda geniş şəkildə danışacağam. Lakin bugün bu mövzuda da avoirla da biz sizlə artikel mövzusuna toxunmuş olacağıq. Okey, gəlin başlayaq. Avoir feili nə üçündür və niyə işlədirik? Avoir feili var feili deməkdir. Yəni var olmaq. Amma sizə məxsus olan, yəni kiməsə məxsus olan var olmaqdan danışır. Yəni stolun üstündə alma var dedikdə biz avoir feilini istifadə eləmirik. Çünki o almanın kimə məxsus olduğunu bilmirik. Amma sizə aid olan nələrdənsə danışanda və sizə və yaxud digər şəxslərə təbii ki, aid olan nələrdənsə danışanda biz avoir feilini istifadə edəcəyik. Okay? Avoir feilinə aiddir. Yenə də bunu bilməyiniz çox önəmlidir. Avoir feilinin təsrifinə keçmədən öncə, avoir feilinin təsrifinə keçmədən əvvəl siz bilməlisiniz ki, avoir feili qaydasız feildir. Buna görə də onun infinitivi avoir olsa da, şəxslərə görə dəyişərkən biz onu başqa cür dəyişəcəyik. Okay? Məsələn, avoir feilin adıdır. Yəni var olmaq. Infinitiv vaziyəti, yəni məstər şəklidir. Lakin şəxsə görə dəyişəndə biz deyəcəyik je, tu as, il, elle a, nous avons, vous avez, il, elles ont. Okay? J'ai, tu as, il a, elle a, nous avons, vous avez, il, elles ont. Mənim maşınım var. J'ai une voiture. Okay? Avoir feilindən sonra adətən çox hallarda biz article and definition. Adətən ilk dəfə danışdığımız bir şeylərdən sonra sizə məxsus olan nələrinsə ilk dəfə səsləndiyi bir cümlədirsə, onda article and definition edirsiniz. J'ai une voiture. Mənim bir maşınım var. Yəni mənim maşınım var. Niyə une voiture dedik? Çünki voiture qadın cinsindədir və mən burada une işlətməliyim. Okay? J'ai une voiture. Amma inkarda desək, bax, bura əsas məqamdır. Avoir feilini inkara gətirdikdə biz hər zaman de sözünü istifadə edirik. Deyirəm, j'ai une voiture təsdiqdə, amma inkarda je n'ai pas de voiture. Je n'ai pas de voiture. Bizə burada cins lazım deyil. Sadəcə de prepozisyonunu yerləşdirmək lazımdır. Okay? Gəlin indi mövzumuz inkar olmuşkən avoir feilini inkarda da dəyişək. Avoir feili inkarda necə dəyişir? Ümumiyyətlə fransız dilində bütün feillər inkarda nö və pas hissəsindən istifadə edir. Yəni feildən əvvəl nö, feildən sonra pas hissəsini yerləşdirəcəksiniz. Məsələn, je n'ai pas, tu n'as pas, il n'a pas, nous n'avons pas, vous n'avez pas, il, elle n'ont pas. Okay? Je n'ai pas, tu n'as pas, il, elle n'a pas, nous n'avons pas, vous n'avez pas, il, elle n'ont pas. Okay? Bu qayda eyni ilə etir feilinə də aiddir. Okay? Je ne suis pas, tu n'es pas, il n'est pas, nous ne sommes pas, vous n'êtes pas, il, elle ne sont pas. D'accord? Bu da bizim feillərimizin inkar formasıdır. Deməli, bizim bilməli olduğumuz 3 əsas məqam var. Feillərin təsdiq forması, feillərin inkar forması və avoir feilinin inkarda özündən sonra de sözünüsünü tələb etməsidir. Okay? Və buna əlavə bilməyimiz önəmlidir ki, bu çox önəmli və çox səhv edilən bir mövzudur. Xüsusən də ingilis dilli tələbələr bunu edir. Deməli, yaş mövzusundan danışarkən biz Azərbaycan dilindəki olduğumuz kimi deyəcəyik. Okay? Yəni deməyəcəyik. İngilis dilində məsələn deyirik ki, I'm 29 years, but amma fransız dilində biz
to be feilini istifadə eləmirik. To be feili yaşda istifadə olunmur. Fransız dilində yaşda biz avoir feilini istifadə edirik. Yəni deyirik ki, j'ai 29 ans. Okay? J'ai 29 ans or j'ai 31 ans. Və yaxud istədiyiniz rəqəmi qoya bilərsiniz. Əsas odur ki, yaşdan danışarkən avoir feilini istifadə edin. Belə, bugünkü mövzumuz bu qədər. Bugün biz sizinlə etir və avoir mövzularını müzakirə etdik. Onların indiki zamanda dəyişmələrini və inkar formalarından danışdıq. Əgər əlavə daha çox məlumat əldə etmək istəyirsinizsə, YouTube kanalımda daim olaraq abunə olaraq qalın və videolarımı bəyənməyi və videolara şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Bundan əlavə, əgər mənim özəl dərslərimə qoşulmaq istəyirsinizsə, videonun açıqlama bölməsində dərslərimə necə qoşulacağınız izah olunur. Mənimlə əlaqə yarada bilərsiniz. Belə, hələlik.